Özbəkistan dövlət qulluqçularının Azərbaycanda dövlət siyasəti mövzusunda təlimləri başlayıb. Bir həftə davam eləyəcək təlim Azərbaycan Respublikasının innovativ dövlət siyasəti mövzusuna həsr olunacaq. Dövlət İdarəçilik Akademiyasında baş tutan açılış konferansında çıxış eləyən rektor, akademik Orxan Ələkbərov, Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ dövlət idarəçiliyi modelinin ölkənin davamlı inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb. Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov isə qeyd edib ki, Özbəkistan və Azərbaycan arasında münasibətlər ortaq tarixə, mədəni köklərə və qarşılıqlı etimada əsaslanır. Gördüyüm proqram və praktiki məşğələlər əlbəttə ki, Özbəkistan prezidenti yanında Dövlət Siyasəti və İdarəetmə Akademiyasının nümayəndələrinə təkcə Azərbaycanlı həmkarlarının təcrübəsini öyrənmək və mənimsəmək imkanı yaratmayacaq. Eyni zamanda gələcək üçün vacib olan yeni peşəkar əlaqələrin qurulmasına şərait yaradacaq. Çünki məhz bu əlaqələr əsasında gələcəkdə iki akademiya arasında əməkdaşlıq daha da inkişaf edəcək. Sonraki mərhələdə isə digər nazirliklər və dövlət qurumları arasında da qarşılıqlı fəaliyyət genişlənəcək. Azərbaycan Respublikası öz inkişafında tam yeni mərhələyə keçib. Bu innovativ inkişaf mərhələsidir və artıq bu sahədə bir çox nailiyyətlər əldə edib, hansılar ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur. İdarəçiliyin çox sadəcə bir düsturu var. İmkanlar idarə etmə nəticə. Azərbaycan bunu belə nümayiş etdirdi ki, nisbətən az vəsaitlə daha yüksək nəticələr əldə oluna bilər.